müayinə elədim. Son aybaşı tarixinə görə 28 həftə 5 günlük hamiləliyi var, amma uşağın ölçümləri 30 həftə ilə uyğunludur. Biraz da ətraflı şəkildə baxdım. Uşağın daxili orqanlarında bir problem görmədim. Ürəyinə də ətraflı şəkildə baxdım. Aortasına baxdım, pulmonar arteriyasına, ağciyər arteriyasına baxdım. Aort qövsünə baxdım. Yəni çəpərlər arasında bir defekt varmı, yoxmu? Onlara qədər baxdıq. Yəni hər hansı bir şey, üç damar görüntüsü deyirik. Yəni hər hansı bir problem görmədik, tamam mı? Amma üz yapısında da bir problem yoxdur. Yarıq damaq, dodaq falan filan, bunun belə bir şeylərimiz yoxdur. Amma beyin yapısında çox önəmli bir orqan var. Azərbaycanca döyənək cisim deyirlər, Latınca corpus callosum deyirlər. Yəni bu çox önəmli bir yapıdır, çox önəmli bir orqandır. Yəni biz ana qarnında uşağın beyin yapılarına baxdığında bunu görməmiz lazımdır. Tamam. Bir də ki, cavum septum pellucidum deyirik, biz bunu da görə bilmərik. Və bu corpus callosumu görməsək və ya inkişafı zəif olsa nə olar? Uşaq sağlam da olur, uşaq yəni bir yaşayış tərzi ilə bir problem yaşamır, amma uşağın zəkasında bir problem olur, danışığında bir problem olur. Yəni belə tür hallarla qarşılaşa bilərik. Bunu indi bilirsiniz, UZI cihazı 70-75% doğruluq payı var da, doğru göstərir. Buna mütləq şəkildə bir fetal MRT çəkilməsi lazımdır ki, o dəqiq bilinsin ki, yəni həqiqətən uşağın fetal MRT 100% bizə verəcək ki, uşağın beyin yapısında o corpus callosum dediyim bir orqanın var olub olmamasını daha net bir şəkildə görəcəyik. Və bəzən bunun altından genetik xəstəliklər də çıxa bilir. Bu genetik xəstəlikləri də araşdırmaq üçün artıq 30 həftədir. Yəni bu həftədə biz amniyosentez önərmirik. Yəni bəzən görmüsünüz, bəlkə mən də paylaşımlarımı izləmişsiniz. Göbəkdən maye alırıq, göndəririk, genetik xəstəlik varmı, yoxmu araşdırırıq. Amma bu xanımda o da gec qalıbdır. Buna artıq kordosentez lazımdır. Kordosentez nədir? Burada artıq göbək ciyəsindən qan alıb analizə göndərməmiz lazımdır. Onların cavabı da hardasa 3 həftəyə, 4 həftəyə gəlir. Zaten o da gəlir çıxır doğuş həftəsinə. Yəni biraz elə bir ki, gecikmiş həftədəsiniz, tamam mı? Bunu diaqnozunu 19-20-ci həftədə də qoymaq mümkündür, tamam mı? Erkən həftələrdə də qoymaq mümkündür. Yəni keşke 19-20-ci ya 18-ci həftədə bunun diaqnozu qoyulsa, ona görə artıq siz də bir yol çizmənizi bilərdiniz ki, yəni bu uşağı saxlayacağım, yoxsa davam edəcəm, tamam mı? İndi gəlib uşaq 1600 qram, yəni bir ki uşaqdır, 30 həftədir. Yəni dediyim o analizləri eləsəniz, hardan baxsa bir dənə fetal MRT-nə həmən cavabını ala bilərsiniz. Amma o da bir şey dəyişəcəkmi? Yəni dəyişməyəcək. Deyək ki, uşağın beyin yapısında problem varsa, bunu ya sonlandırmalısınız, yəni 30 həftədə böyük uşağı, ya da ki, yəni dünyaya gətirməlisiniz. O artıq sizin verəcəyiniz bir qərardır, tamam mı? Yəni dediyim kimi, kəşke dedim erkən həftələrdə bunu təyin eləsələrdi. İndi onlar da qınamıram, rayonda biraz cihazlar falan da biraz köhnədir, ona bağlı da ola bilər. İndi rayonda baxılıbdır da, düzdür deyirsiniz, 18-20-ci həftələrdə falan rayonda baxılıbdır da, yəni belə.